Sabahınız xeyirli olsun. İlkin məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti iclası iş üzrə keçən çoxsaylı sənədlərin, subutların tədqiqi ilə davam etdiriləcək. Qeyd edək ki, bundan əvvəlki məhkəmə iclasında zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmədə elan olunması prosesi başa çatdı. Bundan sonra tərəflər vəsadətlə çıxış etdilər. Müdafiə tərəfini vəsadəti iş üzrə keçən çoxsaylı sənədlərlə tanış olmaqla bağlı idi. Təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək iş üzrə keçən bəzi materiallarla onun və vəkilinin tanış olması üçün şərait yaradılmasını xahiş etmişdi və məhkəmə də bununla bağlı müdafiə tərəfinə şərait yaratmışdı, eyni zamanda onlara zaman tanınmışdı. İttiham tərəfini müdafiə edən prokurorlar isə çıxış edərək iş üzrə bəzi zəruri sənədlərin də olduğunu və onu da məhkəmədə tədqiq olunmasını xahiş etmişdilər və məhkəmə də həmin vəsadəti qəbul etmişdi və bugünkü məhkəmə iclasında da həmin zəruri sənədlərin tədqiq olunması gözlənilir. Hazırda məhkəmə prosesinin növbəti iclasına hazırlıq aparılır. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin qeydiyyatı aparılır. Onlar tədricən prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına daxil olurlar. Qeyd edək ki, bir neçə dəqiqədən sonra proses başlayacaq və biz bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.